Yaşardı çayına yol vermək üçün, dağ öz ətəyini yığıb altına, elə bir bu yerin yaranmasında düşübdür ağanın xoş saatına. Qoy çalıb oynasın vətən torpağı, göylər səzdə qılsın bu ülviyyətə. Ölümün, zülmətin qara bayramı bugün təslim oldu bizim qüdrətə. Yazılsın tarixə bir qızıl xətlə, 20-ci ilin 10 noyabr günü başlasın şeirlə, sazla, söhbətlə bu ellər bayramı, bu zəfər günü. Sən eymər doğula, süd verən ana, qoy öpsün əlindən illər həsrəti, xeyir dua versin Azərbaycana, o ana qəlbinin saf məhəbbəti. Güley nazlı vətən, odlar torpağı, duz çörək hazırla qəhrəmanlara, böyük bir ordunun zəfər bayramı, günəş tək yayılsın Azərbaycana, günəş tək yayılsın Türk dünyasına. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəldi şəhidlər. Əyninə qanından bir köynək giyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana, qara, cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Düşmənlə savaşda tarix yazmışam. Əliyev Bəhruz Bayramoğlu, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları, şəhidlərlə İctimai Birlik Biləsuvarhan filialının sədri, 2-ci qrup Qarabağ əlli. Bu günləri Ağayev Salih Nurəddinoğlunun evindəyik. Onun doğum günü ilə bağlı valideynlərinə baş çəkməyə gəlmişik. Məlumat üçün deyim ki, Biləsuvarda 69 şəhid oldu vətən müharibəsi dövründə. O şəhidlərdən biri də Ağayev Salih Nurəddinoğludur. Bu günləri Ağayev Salih Nurəddinoğlunun evində olmağımızın səbəblərindən biri də təkcə onun doğum gününə bağlı deyil, onun qəhrəmanlığın insanlarımız arasında, vətənpərvərlik sahəsində görülən işlərimizdən də biri budur ki, onun qəhrəmanlığın gənc nəslə aşılayaq. Salihdən çox şey danışmaq olar. Salihin istər uşaqlıq illəri, istər böyük boya başa çatdığı bu evdə onun hansı xatirələri olmağından danışmaq çox olar. Amma bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Salih və Salih kimi qəhrəman şəhidlərimizin qəhrəmanlıqları heç vaxt yaddan çıxmayacaq. Nə qədər ki, Azərbaycan var, xalqımız var, dövlətimiz var, o qədər də bu şəhidlərimizin timsalında Salihimizin də belə deyək, qəhrəmanlığı yaşayacaq. Ali Baş Komandanımızın, Cənab Prezidentimizin İlham Əliyevin dəmir yumruq siyasəti ilə 30 il ərzində xəcalət çəkdiyimiz torpaqlarımız azad olundu və işğaldan azad olunma istiqamətində Salih və Salih kimi gənclərimizin, qəhrəmanlarımızın xüsusi imzası oldu. Çünki onların qanı, canı bahasına alınıb torpaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid valideynlərinə can sağlığı versin ki, belə övlad yetişdirib dövlətə, vətənə verə bilər. Allah Salihimizə də rəhmət eləsin. Ağayev Nurəddin Əlidadaşoğlu şəhid atası, Ağayev Salihin atası. Mənim gözəl balam o idi, istəkli balam o idi. Mən ondan heç bir, indi onu şəhid olana qədər narazılığı görmədim. O Füzuli döyüşlərində, su qurşağında qəhrəman, öz yoldaşlarını xilas eləməyindən sonra şəhid oldu. Cənab Prezidentə deyərdim ki, valla, onun sayəsində Qarabağ torpaqları azad olundu, işğaldan azad olundu. Mən Ağayev Dəyanət Nurəddinoğlu, mən Ağayev Salihin qardaşı olaraq, qardaşım Salih, igid, qəhrəman, yəni qorxmaz bir oğlan idi. Düşmənin, yəni heç nəyinə fikir vermədən irəli gedən bir insan idi. Onun rəhmətlikin zabit gizir yoldaşları danışır, deyir o rəhmətli Salih elə çalışardı irəli getməyə, heç vaxt geri çəkilməyə getmək istəmirdi, yəni qabağa getmək. Həmişə də arzu eləyirdi ki, birinci torpaqlarımız işğaldan azad olunsun. Həmişə də o aprel döyüşlərində yaralanan vaxtı danışardı, deyərdi ki, komandir, bəs görəsən mənim nə günahlarım var ki, Allah təala mənə şəhidlik qismət eləmədi. Mənim indi arzusuna çatdı mənim qardaşım, yeri cənnətlik olsun. Bütün şəhidlərim
bütün şəhidlərimizin yeri cənnətli olsun.